Qızlar, təzə karqolarım gəlib, istəyirəm birlikdə açaq. Düzdür, mənə aid olan məhsul içərisində çox azdır, amma yenə də istəyirəm ki, sizə də çəkim göstərim. Çünki yaş aralığına baxmışam, demək olar ki, hər yaş aid olan izləyicim var. Bunun içərisindəki sifarişlərin demək olar ki, çoxsu da nənəmə aiddir. Qızlar, əslində içərisində hədiyyə aldığım məhsullar da var. Keçən dəfə demişdim sizə, rəfiqəm üçün hədiyyə almışam və onun məhsulları da var. Bilmirəm bu vlogu nə zaman paylaşacağam. Sizə göstərim ya yox, onu dəqiq bilmirəm. Amma hər ehtimalla sizin üçün də göstərəcəm. Linklərini də qoyacağım. Link olmasa da promo kodlarını da qoyacağım. Əgər almaq istəyirsinizsə ala bilərsiniz. Əgər alınsa bu vlog içərisində rəfiqəm üçün birlikdə gedib hədiyyə də alıb birlikdə paket yığarıq. Deməli, ilk öncə belə bir telefon kabrosu var. Kakrat üzərində promo koddur deyəsən bu var. Açaq görək. Bunu çox bəyənərək almışdım. 2 dənə niyə belə şey qoyublar? Başa düşmədim, amma çox qəşəngdir. Bundan özümə də mütləq qızlar sifariş verməliyəm. Çünki çox qəşəngdir. Rəfiqəmin telefonu 17-dir. Ona görə onun telefonuna uyğun aldım. İnşallah ki, bəyənəcək. Yəni, mən düşünürəm ki, bəyənəcək. O mənim zövqümü bəyənir. Bunu da gəlin öz paketinə qoyaq hələlik. Bu şəkildə hələlik kənara ataq. Bunu da zibiliyə atarıq. Daha sonra içərisində belə başmaqlar var. Bunlar nənəmin sifarişidir. O, qızlar çox yüngüldür. Hətta üzərində belə etiketi belə var. Çox yüngüldür. Yəni, demək olar ki, ayaqda bilinməyəcək bu. Bizdəki 38 razmerdir. İnşallah ki, onun ayağına olar. Belə. Yenə istəsəniz, bunu da promo kodunu yerləşdirərəm. Daha sonra, bu nədir? Qızlar, bunu inanırsınız necə səbirsizliklə gözləyirdim. Gəlin açaq. Bunlar şəkillərdir. Hansı ki, balaca instant şəkillər. Bunlar mənim öz şəkillərimdir, amma çox nazikdirlər. Həddindən artıq nazikdirlər, baxın. Bu 1, 10 dənə olmalıdır burada. Bu 2. Bu rəfiqəmlə birlikdə olan şəkilimizi çox qəşəng çıxıb. İnanılmaz qəşəngdir. Kəşki biraz daha qalın olsaydı. Bu arada bu şəkillərin hamısı Instagram səhifəmdə də var. Girib oradan da baxa bilərsiniz. Bu da rəfiqəmlə olan şəkilimdir. Qızlar, pəncərədən çox səs gəlir. Gəlin pəncərəni bağlayaq, sonra davam edək. Bağladım, gəldim. Düşünürəm ki, sizi çox narahat edərdi o səs. Baxın, necə qəşəngdir. Çox qəşəngdir, amma inşallah üstü cızılmaz ya da ki, keyfiyyəti itməz, çünki çox nazik gəlib. Bunları ən qəşəng dəftərdə, xatirə dəftərinə və s. yapışdırmaq da olar. Daha sonra baxaq. Bu da yenə rəfiqəmlə olan şəkilimdir. Biz demək olar ki, 7-24 bir yerdə oluruq. Hər yerə bir yerdə gedirik, amma bir yerdə tək-tük şəkillərimiz var. Burada Şahdağdaydıq. Bunlar isə mənim öz şəkillərimdir. Özüm üçün sifariş vermişdim. Xatırlayırsınızsa, həmin gün sizin üçün qısa shorts videoda hazırlamışdım hazırlanarkən. Bu isə yenə rəfiqəmlə birlikdədir. Qızlar, inana bilməzsiniz, bugün ən yadda qalan günlərdən biridir də, həqiqətən çox maraqlı keçmişdi. Bu da yenə mənim öz şəklim. Baxın, necə qəşəngdilər. Rəfiqəmlə olanları sırf ayıracam, özümkiləri ayıracam. Özümkiləri sırf yoxlamaq məqsədilə sifariş vermişdim. Demişdim ki, əgər bəyənsəm, davamını olaraq gələcək, amma çox nazikdilər. Düşünürəm ki, eyni yerdən yox, fərqli yerdən də sifariş vermək olar. Sırf bunlara görə bu sifarişim çox gec gəldi. Yəni, sifariş edən zaman bunu da nəzərə alın. Qiyməti isə cəmi 1 manat neçə qəpiksə olmalıydı. Keçək növbəti məhsula. Burada balaca bir şey var. Bu nədir? Bunu niyə boş göndəriblər? Neysə. Deməli, bu nədir? Belə bir qızlar ağ saroçkadır. Şəklini qoyacağım. Materialı normalda düşünürəm ki, qiymətinə görə həqiqətən yaxşıdır. Belə dizaynları da var. Bu nədir? Küpür deyə nə deyilirsə ondan. Bu formadadır. Nənəm özü bəyənərək sifariş vermişdi. Düşünürəm ki, bəyənəcək.
Sizin üçün də şəklini qoyacağım almaq istəyənlər üçün. Növbəti. Bu da yenə belə bir bluzdur. Bunların materialları polyesterdir bu arada. Belə bir bluzdur bu da. Dediyim kimi bunların hamısının şəklini qoyacağım. Çünki təəssüf ki, əynimdə geyinib sizə göstərə bilmirəm. Daha sonra belə bir yenə başmaqlar var. Qızlar, mən özüm üçün oradan sifariş vermişdim. Amma təəssüf ki, həmin videonun başına min cür iş gəldiyi üçün paylaşa bilmədim. Amma özümkiləri də sizə göstərəcəm. Bunları xalam məndə gördü, bəyəndi, o da istədi. Mənimkinin biraz fərqli modelidir. Məndə bu hissəsi Hermesə oxşuyur. Amma bu da qəşəngdir. Bu 39 razmerdir. Amma biz 39 sifariş verməmişdik axı. Ayda, deyəsən bunlar səhv gəlib. Bir dənə baxım. Qızlar, baxdım. Biz 37 sifariş vermişik, amma bunlar 39 razmer gəliblər. Yəni səhv göndəriblər. Hətta baxın, burada belə izlər də var. Amma mən sifariş verdiyim bu formada deyildi təəssüf ki. Bunlar heç qəşəng deyillər. Nəysə, bunu qoyaq kənara. Yəqin ki, bunu qaytararıq. Qoyaq eynən tuyokuna. Növbəti sonuncudur bu, yox. Belə bir kapri olmalıdır. Səhv xatırlamıramsa. Aha, bəli, bu bir kapridir. Yenə sizin üçün şəklini qoyacağım. Kənarları bu formadadır. Baxın. Normal düz sayda beli rezinlə olan belə bir kapridir. Şəkildəki nə demək olar ki, birə-birdir. Sonuncu məhsul isə... sonuncu deyil, bir dənə də bir şey var. Deməli, bu hədiyyə paketidir, qızlar. Bunu birazdan sizinlə birlikdə açarıq. İçərisinə baxarıq ki, görək necədir. Bunu rəfiqəm üçün sifariş vermişəm. Hədiyyə yığmaq üçün. Bu sonuncu isə bu formada açıq gəlib. Bu niyə belə gəlib? Mən ilk dəfədir görürəm ki, Temu kargonu bu formada özənsiz göndərir. Yəqin ki, bu bunun paketiymiş. Elə bayaq içərisindən boş çıxan. Neysə. Bunun ayaqları tərpənir. Baxın. Amma çox qəşəng parıldayır qızlar. Dəhşət qəşəngdir. Çox bəyəndim. Burada mirvayisi də var hətta. Amma şəkildə iri görsənirdi daha. Bunun yaşıl və qırmızı rəngləri vardı. Mən mavisini götürdüm. Bunu manifest edib almışam. Bunu həm açarınıza, həm də ki çantanızın üzərinə bu formada taxa bilərsiniz. Düşünürəm ki, çox qəşəng görsənir. Bu mənimdir bu arada. Belə. Sifarişimiz bu qədər idi. Növbəti sifarişlər də yeni tezliklə gələcək. Onları da sizə çəkib göstərəcəm. Onlar artıq sırf mənim özümə aid olanlardır. Yüngülvarı bir yemək fasiləsi verirəm. Mamam çox gözəl mənə qutab hazırlayıb burada. Bu arada sizi bilmirəm, amma çox adam bu göy qutabını sumaqla yeməyi sevmir. Mən isə həm qatıq, həm sumaqla yeməyi çox sevirəm. Şirin çayımız artıq hazırdır burada. Bugün pendir olaraq bunu yiyəcəm. Çörəkdə qızardıram. Çörəyə qızardım, bunu yiyeyim, başlayaq hazırlaşmağa. Bugün məndə hər hansı bir dəyişiklik görürsünüz. Dünənləri axşam saat heç abartmıram bu arada. Heç abartmıram. Saat 5-də, 5 işləmiş, 5-in yarısı bu kipikləri düzəltmişəm. Çünki gecə-gecə yatdığım yerdə kipik düzəltmə periləri gəldi mənə və o sizə göstərdiyim ölçü ilə olan kipiklər var idi. Onlardan istifadə eləmişəm. Əslində o qədər gözəl zaqar almaq istəyərəm ki, sadəcə bir dəfəyə bu nəticəni əldə etmişəm. Düşünürəm ki, bir dəfə üçün məncə yaxşıdır. Bir-iki dəfə də getsəm, lap qəşəng olar. İlk öncə üzümü rice toner ilə nəmləndirəcəm. Qızlar, bu tonik o qədər gözəldir ki, çox qəşəng nəmləndirir. Hətta axşam çəkmişdim. Dəridə çox gözəl təbii bir parlaqlıq yaradır. Həmçinin üzdəki əgər rəng bərabərsizliyi varsa, onu da güya bərabərləşdirir. Amma nəmləndirməsi həqiqətən də möhtəşəmdir. Ops.
Çöldəki inşaatın səsindən günorta vaxtları evdə video çəkmək həqiqətən də qeyri-mümkün bir şeydir. Və üzərindən son 2 gündə hardasa bu təbii daşla, təbiiliyi, şübhəli masaj edirəm. Düzün desəm qızlar, mənə bunun effektini deyəndə əvvəllər rəfiqələrim çox da inanmırdım bir effekt verəcəyini, amma sınadım. Hardasa 1-2 ay əvvəl bir neçə həftəlik bu masajdan istifadə edirdim. Sırf üzümün yanaq hissələrini həqiqətən də gözlə görülür dərəcədə bir nəticə əldə etmişdim. Hətta yaxın rəfiqəm də bildirdi ki, sənin üzündə nəsə dəyişiklik var. İndi isə artıq qərarlıyam, başlamışam bu formada çənə masajına. İnşallah ki, nəticəsini görərəm, sizə də göstərərəm. SPF olaraq isə Too Faced'in bu SPF-indən istifadə edirəm. Bu qədər bəsdir məncə. Bu SPF-in ən çox sevdiyim xüsusiyyəti bilirsiniz nədir? Bu formada ağıq qalmır. Yəni yayandan sonra tez qopur. Amma bir çox SPF belə ağıqda qalır üzdə. O görüntünü heç sevmirəm. Əlimdəki bu məhsul 5 manata alınacaq ən gözəl məhsullar siyahısına mütləq daxil olmalıdır. Çünki həqiqətən də çox gözəl bir sərinlik verir. Həmçinin zərətqa ilə işləyirdi, heç bir problem yaratmır. Makyaj hissəsini qısa videoda çəkmişəm, ona görə də bu hissəni tezliklə keçirik. Qızlar, bu nə makyajdır axı? O qədər gözəl oldu ki, dəhşət. Yəni, çox qəşəng makyaj elədim. İstəmədən oldu bu arada. Çox yüngül eləyəcəkdim. Bu arada bu hissəni keçdim. Keçməyimin səbəbi odur ki, qısa bir reels hazırladım sizin üçün makyaj edərkən. Əgər makyajın detallarını görmək istəyirsinizsə, kanalıma keçid edərək shorts videodan izləyə bilərsiniz. Bu arada sizə bir şey danışmaq istəyirəm. Influence'un bu konsilerini heç bəyənmədim. Hal-hazırda gözümün altında bu var, amma o qədər az istifadə eləməlisiniz ki, çox az istifadə eləməlisiniz. Məndəki nömrəsi 01-dir. Hamı bunu çox tərifləyirdi. Hətta yadınızdadsa mən də sizinlə birlikdə gedib almışdım. Hətta tapdığım zaman o qədər sevinmişdim ki, axır ki, nəhayət ki, mən bunu tapdım deyə. Vallahi bu setdəki fırça ilə istifadə elədim. Yəni həm fırça ilə istifadə eləmişəm, həm əlimlə yoxlamışam, həm sponjla yoxlamışam. Heç birində mükəmməl nəticəni vermir. Axırda nə etdim hal-hazırda indi, yəni fırça ilə çox az istifadə elədim. Daha sonra geri qalan hissəsini belə sponjla yaydım. Axır nəticə belə oldu və əgər bu varsa sizdə və bəyənmişsinizsə, bir də belə yoxlayın istəyirəm. Həmçinin altından bol göz altınızı nəmləndirin. Mənim üzüm yağlıdır, yəni dəri tipim yağlıdır. Buna rəğmən yəni göz altınızı bildiyiniz səhraya çevirir. Hələ üzərindən toz pudra, yəni çətin məsələdir istifadə etmək. Necə istifadə elədim mən ki, toz belə pul qalmasın. İstifadə etdikdən sonra ənliyi istifadə elədim konsilerdən sonra. Ən sonda üzərindən toz pudra ilə keçdim. Yoxsa o yaş olduğu zaman üstündən toz pudra vurduğunuzda bildiyiniz göz altınız olur Ərəbistan çölləri. İndi gəlin gedək, nə geyinəcəmə qərar verək. Axır ki, qərar verə bildim. Bluz olaraq bunu geyinəcəm. Tiyam sifarişlərimdən birində göstərmişdim sizə. Çox bəyənərək almışam. Bəyənərək də geyinəcəm. Altından isə bu cins şalvarımı geyinəcəm. Geyinib gəlirəm. Belə oldu. Məncə çox qəşəngdir bu bluz. Dəhşət, yəni buna bayılıram. Sırğı olaraq bunları, qolba olaraq da bu saatımı taxacam. Başqa işinə taxmayacam, çünki dırnaq düzəltdirməyə gedəndə əlavə bir üzük qolbaq narahat edir istər-istəməz məni. Çanta olaraq isə bunu götürəcəm. İçərisinə kaşlyokumu və əlbəttə ki, naşnikimi götürürəm. Bundan əvvəlki dırnaqlarım çox uzun və rəngli olduqlarına görə tez sıxılmışdım onlardan. Bundan sonra da bu ağ sadə kvadrat formanı seçmişdim. İndi isə sizə həvalə etmişdim seçimi. Amma təəssüf ki, qaşlar olmadığı üçün ustamda. Ona görə də sadə mavi frenç etmək məcburiyyətində qaldım. Qızlar, başım qarışdı orada söhbət eləməyə. Açıq, əllərim də tozluydu. Çox çəkə bilmədim sizə. Amma çox qəşəng oldu. Baxın formasına. Siz istəyən kimi tam eləyə bilmədim. Əslində siz də mənim kimi. Mən necə seçə bilmirdim. Sizdən kömək istəyirdimsə, siz də çox seçə bilməmisiniz. 2-ni yazan həm 3-ü də yazıb, 1-i yazan həm 2-ni də yazıb. Ən çox belə baxdım ki, saydım açığı 2-ni seçmişdiniz.
İkini niyə elətdirmədim? Həm forması çox it idi. Öyrəşə bilməyəcəkdim ona. Həm də ustamın qaşları yox idi rəngli. Həm də dedi ki, töküləcək və s. Ona görə də belə oldu. Mən çox bəyəndim. Bu formanı da çox bəyənirəm. Açığı əlimə də çox yaraşdırıram. Çünki iti olmur. Kvadrat və s. olanda bir həftə gözləməlisən ki, kütləşsin. Dırnağını bəyənəndə Nazilə. Hava küləkdir. Onunla belə yenə də istidir. Saçımı düzləşdirməmişdim. Amma yenə də normal idi də evdən çıxanda gördür. Şişi bindi nə boydadır. Hazır dedim, çölə çıxmışam. Mamanın da kargolarını götürdüm. Bilmirəm sizin üçün çəkib evdə göstərim ya yox. Amma mamanın sifarişləridir. Hamısı da paltardır. A few moments later. Axır ki mən evə gəldim. Qəşəng dincəldim biraz. Özümə gəldim. Hava küləkli olsa belə istidir. Dırnaq ustam mənim hardasa evimə 10 dəqiqəlik məsafədədir. Ayaqla heç 10 dəqiqə də yox, 6-7 dəqiqəyə çatıram. Onunla belə öldüm istidən. İstiyə heç dözmüm yoxdur. Dırnaqlarımı da bilmirəm, xatırlamıram, yolda danışdım yoxsa yox. Əslində siz istəyən kimi eləyəcəkdim. Hətta siz də mənim kimi tam seçə bilmirdiniz. Əlbəttə ki, mənim izləyicilərim sizdə, yəni mənə oxşamalısınız. Amma dırnaqda cədəmdə qaşlar olmadığı üçün belə oldu. Amma düşünürəm ki, belə daha yaxşıdır. Qaş olsa həm ilişəcəkdir, həm də tez qopa bilərdi. Onu da kimdə evdə bir də düzəldim. Və istəyirəm ki, burada sizə gün işığında makiyajımı göstərim. Məsələn, çox ağ olmuşam. Dırnaq ustam da dedi ki, bədənin qaradır, özün ağ olmuşsan. Hələ nə qədər bronzer və əllikdən istifadə etməyimə rəğmən. Ona görə sizlə mütləq kakraz endirimlər də var. Yaxın zamanda gedək mağazaya və özümə uyğun gözəl tünd bir tonal krem alaq. Tonal krem deyirəm, yəni BB krem, CC krem fərq yoxdur. Bu arada istəyirəm ki, sizə belə bir təkliflə gəlim. Deməli, bir-iki izləyicim yazıb mənə, Instagramdan da yazmışdılar. Mən hansı ki, hekayə videosu danışıram, onu biraz gəlin fərqli formatda eləyək. Hekayələr mənə aid olmasın, sizə aid olsun, ad verməyək, detallara çox girməyək, yəni hekayənin kimə aid olduğu bilinməsin, amma maraqlı bir hekayə danışaq və sonra da sizlə yorumlayaq, bu hadisələri müzakirə edək. Bu, hər hansı bir məktəb hadisəsi də ola bilər, universitet və yaxud da ki, rəfiqənizlə işdə başınıza gələn bir hadisə və yaxud da ki, münasibətdə yaşadığınız kaos dolu anlar, xatirələr. Əgər elə bir anlarınız varsa, danışa bilərik. Şəxsən mənim o qədər də münasibətdə kaos dolu bir xatirəm olmadığı üçün bununla danışa bilməyəcəm, amma məktəb xatirələrim bol-boldur. Yadıma düşdükcə hətta oturub yazıram ki, detallı şəkildə sizi də danışım. Bilirəm ki, bəyənirsiniz bu tip hekayələri. Bu formada. Qızlar, sizə belə deyim də, mənim universitet illərim çox maraqlı keçib. Normal bir tələbənin həyatından mənim tələbəlik illərim daha dolu-dolu keçib. Gəzmişəm, əylənmişəm, çox bol-bol xatirələrim var. Pis, yaxşı, hətta kaos dolu çox şeylərim var. Amma sizə bunları təəssüf ki, danışa bilməyəcəm. Çünki hələ də qrup yoldaşlarımla əlaqəm var. Görüşürəm bir neçəsi ilə. Bəzilərinin xətrini çox istəyirəm, bəzilərini heç istəmirəm. Yəni normaldır, hamı-hamını istəməli deyə bir şey yoxdur. Təbii ki, onlar da məni. Amma onları təəssüf ki, sizə danışa bilməyəcəm. Amma siz mənə hətta fake səhifə ilə belə olsa, Instagramdan, yəni şərtləyək öz səhifənizdən yazın. YouTube'da belədir ki, yazsanız hamı görəcək. Ona görə Instagram səhifəmi bilənlər bilir, bilməyənlər üçün buraları bir yerə yazacağım. Keçid edirsiniz ora, istəyirsiniz öz səhifənizdə. Əgər istəmirsinizsə, gizlilik saxlansın istəyirsinizsə, hər hansı bir fake səhifə ilə də olar, girirsiniz və hekayəni mənə ad vermədən sadəcə, yəni bu oldu, bu buna belə dedi, sonda belə oldu. Biraz daha detallı, yəni mənim onu hekayə formasında danışa biləcəyim qədər detallı şəkildə yazırsınız. Əgər istəyirsinizsə, sizin üçün maraqlı olacaqsa. Həmçinin bu bir neçə olmayacaq. Siz də yazacaqsınız, sonra başqa izləyicilər də yazacaq. Belə daha maraqlı olacaq. Daha sonra biz hekayələri bir yerdə yorumlayırıq. Birlikdə münaqişə edirik. Birlikdə onların hamısını müzakirə edirik. Belə, hətta buradan işıq qəşəng görsənir. Düzdür, gün yoxdur, amma gün çıxan vaxtda sizinlə birlikdə burada da makiyaj eləyə bilərik. Düşünürəm ki, gün işığında makiyaj daha qəşəng olar. Səhər bilmirəm videonu çəkdim, makiyajı çox qaranlıqda eləmişəm. Buna baxın, üzüm çox ağ qalır, bədənim çox qara. Bu işi də həll eləməliyik. Dırnaqlarım isə söz yoxdur da. Yəni mən bir həftə hardasa belə gəzəcəm. Belə hamıya dırnaqlarımı göstərəcəm. Nəysə. Belə. Biz indi birlikdə hazırlaşmalıyıq.
Daha doğrusu onsuz da makyajım hazırdır. Nərəmgilə gedirik, amma yəqin ki qalacağıq. Özümlə üz yuma gelimi və qıdrafə yağımı götürdüm. Bu arada keçən videonun altına çox yazmısınız, soruşmusunuz. Mənim qızlar dərim yağlıdır, tam yağlıdır, yəni karma falan deyil, bayağı yağlıdır və üzümdə hər hansı bir səpki və yaxud da ki komedon və s. yaratmayıb. Əgər almaq istəyirsinizsə çox gözəl bir məhsuldur. Təsdiqləyirlər bax. Və özümdən belə bir yekə kosmetika götürürəm. İçərisinə yığdım günlük kosmetikalarımı. Çox makyaj eləyəcəyimi düşünmürəm zaten. Sadəcə hər ehtimal sabah lazım olsa birdən. Bunları da götürüb bunun içərisinə yığıram. Və belə. Bu arada baxın, pamadanın üstündən çəkdim köhnəni. Ona görə bu hissələr bütöv-bütördü. Silmədim. Bunu istifadə edirdim. Keçən dəfəki vlogda da, yox, qısa shorts videoda da göstərmişdim. Olivia'dan endirimdə almışdım. Çox uyğun qiymətədir. Daha hal-hazırda xatırlamıram, amma almaq istəyirsinizsə Olivia'da hələ də endirimlər davam edir. Oradan da girib də ala bilərsiniz. Mən isə bu rəngi bəyənirəm. Özümə də bu çəhrayı tonları çox yaraşdırıram. Düşünürəm ki, qəşəngdir. Saçımı elə yığıl saxladım qızlar. Saçımı açmıram, elə belə qalsın. Usta evə gedirik. Sadəcə bu təzə aldığım dodaq boyasını çəkdim. Bəlkə sizə göstərmişdim. Çantamı da götürdüm.